İnsanlar bizim həyatımıza baxır. İnsanlar bizim həyat tərzimizə baxır. Ona görə də həyatını İsa ilə doldurmaq istəyirsənsə, İsa'nı həyatına çağırmaq lazımdır. Və İsa sənin həyatına gələndən sonra o sənin xasiyyətini də dəyişəcək, baxışını da dəyişəcək. O sənin istəklərini də dəyişəcək. Və sən onda insanlara deyə bilərsən ki, məndən nümunə götür. Necə ki, mən İsa'dan nümunə götürürəm. Çünki bizim üçün ən böyük nümunə Rəbbimiz İsa Məsihdir. Və ona görə də biz bugünkü gündə əminliklə bunu deyə bilərik. Əgər İsa Məsih həyatımızda varsa, biz deyə bilərik ki, mənə oxşa. Tamam, mənim xasiyyətimin pis tərəfləri ola bilər. Amma mənim imanımın pis tərəfi yoxdur. Çünki yer üzündə heç kim, heç vaxtı o qarantiyanı, o zəmanəti verməyib ki, mən haradayamsa siz də orada olacaqsınız. Heç bir peyğəmbər bunu deməyib. Mən sizə həqiqət edirəm, gedin, hansı kitaba baxırsınızsa baxın. Heç bir yerdə İsa'nın dediyi söz yoxdur ki, mən haradayamsa siz də oradasınız. Və İsa Məsih hal-hazırda göydə olan atamızın yanındadır və deyir ki, əgər sən mənə iman eləsən, mən haradayamsa sən də orada olacaqsan. Amma mənim həyatımda İsa'ya aid bir şey yoxdursa, mən onun yanında olmayacağım. Çünki müqəddəs kitabda yazılıb ki, natəmiz heç bir şey səmavi səltənətə girməyəcək.